Vaxtınız xeyir olsun uşaqlar. Gəlin 5-ci sinif Unit 1 testlərinə baxaq. Nərgiz Nəcəfin lüğətinə və Reading nəşriyyatının hazırladığı 5-ci sinif materialından istifadə edərək və internet resurslarından istifadə edərək hazırlamışam. Deməli, birinci testdə it is a vehicle with two wheels. Deyir, o vehicle nə deməkdir? Nəqliyyatdır. O nəqliyyatdır with two wheels. 2 dənə təkəri olan. Wheel də təkərdə, bunu bilirsiniz. Vehicle nəqliyyat, wheel təkər. Deməli, 2 təkəri olan nəqliyyata nə deyirik? Bu musiqi, tradition, adət, ənənə, bike, velosiped, great, əla. Cavab C-dəndir. Things you wear. Deyir, sənin geyindiyin şeylər. Nə deyirik? Bütöv cəmdədir, bax, things. Şeylərdə sənin geyindiyin. Cins, şal vardı. Burada şeylərdən gedir söhbət. Bir dənə paltardan getmir. Different, fərqli, culture, mədəniyyət. Amma clothes, paltar. Cavab B bəndidir. Music, musiqidir. Musiqinin burada açılışını tapırıq. A common pet animal, ümumi ev heyvanı. Bu səhvdir. Very good, large in size. Çox yaxşı və ölçüdə böyük olan. Bu da deyil. A nation or state, dövlət və ya millət. Bu da deyil. Amma B bəndində nə deyir? Sounds made for enjoyment. Həzz üçün, belə deyək də, yəni yaranan, hazırlanmış səslərə musiqi deyilir. Deməli, burada sound sözündən avtomatik bunun musiqi olduğunu seçə bilərdik. Sonra baxırıq 4-cüyə. A person who teaches you at school. Deyir, a person bir şəxsdir. Kim ki səni məktəbdə nə edir? Teach, öyrədir. Buna da kim deyirik? Teacher, müəllimə. Müəllimə sözü bilirik ki, sözü kökü teachdir. Sonra şəkilçisi artıraraq teacher sözünü yaratmışıq. Eyni zamanda student də düzəltmədir. Bunun da kökü study feilidir. S-T-U-D-Y sözündən yaranıbdır. Sonra baxırıq 5-ci testimizə. Deyir ki, it is a specific location. O spesifik bir yerdir, məkandır. Burada locationdan biz onu bilə bilək, yox, spesifik bir yerdir. Diqqətli olun. Dünya spesifik bir yer deyir, ailə deyir, deməli place yer deyil. Spesifik əraziyə, yəni bizə xas, bizə məxsus olan əraziyə bizim home, evimiz deyilir. 5 oldu A bəndi. 6-da a small phone you can carry. Sənin deyir carry, daşıya biləcəyin balaca telefona nə deyirik biz? Mobil telefon. Olur, D bəndi. Cell phone. Cool, sərin, əla, phone number, telefon nömrəsi, adresdə ünvan deməkdir. Keçirəm 7-ci testə. Deyir, trousers made of denim fabric. Denim fabric bilirsiniz nədir? Cins parça. Cins parçadan hazırlanmış trousers. Şalvara nə deyirlər? Cins deyirlər. Və yaxud da bir də pants də şalvar deməkdir. Bunu da istifadə edə bilərik. Amma burada cinsdən hazırlanmışsa cins götürürük. Məsəl üçün variantlarda pants da olsa, pantsi götürməliydik. Cinsi götürməliydik. Çünki burada cins materialdan gedir söhbət. Clothes paltardır, skirt yubqadır, school uniform məktəbli forması deməkdir. 8-ə baxırıq. Someone you like and spend time with. Deyir, o bir kəsdir, someone kimsədir. Sən onu like, xoşlayırsan və onunla da spend time, vaxtını keçirirsən. Biz buna deyirik friend, dostumuz. Sonra baxırıq 9. It is a school level or mark for work. Bax, elə burada markdan bilə bilərik söhbət nədən gedir. Yenə də baxırıq. O deyir məktəb levelidir, məktəbin bir səviyyəsidir və yaxud da sənin o işinə görə aldığın mark qiymətdir. Yəni bu dərəcə sinif grade sözüdür. Sonra baxırıq nəyə? Burada culture, mədəniyyət, custom, adət, sonra place də yer deməkdir. 10-cu testimizə baxırıq. 10-cu testimizdə games or physical activities deyir, oyunlar və ya da fiziki fəaliyyətlərə biz nə deyirik? Təbii ki, idman deyirik. Bu da oldu C bəndi. Bike velosipeddir, vehicle nəqliyyatdır, globaldə global deməkdir. 11-də not ordinary or usual unique deyir, yəni belə deyək də, adi sıradan olmayan, ordinary adi sıradan deməkdir. Sıradan olmayan və yaxud da usual adi olmayan və nadir bir şeyə nə deyirik? Xüsusi bir şey deyirik də. Yəni burada bizə demək istəyir ki, yəni qeyri-adi bir şey, sıradan olmayan bir şey, nadir bir şeyə biz nə deyirik? Xüsusi bir şey deyirik də, xüsusi olan. Sonra baxırıq 12. One surname, kimisə surname nədir? Soyadına biz nə deyirik? First name yoxsa last name? Biz soyada deyirik last name. 12 oldu A bəndi. 13-cü testdə the earth will live on. Bizim yaşadığımız yer kürəsinə nə deyirik? Təbii ki, world, dünya deyirik.
Bu da tradition, adət, ənənə deməkdir. 14-də baxırıq. It is a group of people. O bir qrup insandır. İnsan insanlar qrupudur. Sharing common interests. Yəni eyni, ümumi, common ümumi deməkdir. Ümumi maraqları paylaşırlar. Bunu əzbərləyin. Common interests, ümumi maraqlar. Ümumi maraqları paylaşan insanlara biz nə deyə bilərik? Community, cəmiyyət deyirik. Birlik, cəmiyyət. Culture mədəniyyətdir. Çünki burada insan qrupundan gedir söhbət. Bu mədəniyyətdir. Bu ənənədir. Qlobalda ümumi deməkdir. Qlobal deməkdir. Ona görə ümumi deməli belə deyim, maraqları paylaşan adamlara cəmiyyət deyirik. Çünki biz bir cəmiyyətin üzvüyük. Hal-hazırda bizim ümumi maraqlarımız var hamımızın. Keçirəm 15-ci testimizə. Old customs or habits. Qədim custom adətlər və habit vərdişlərə nə deyirik? Deməli, qədim adət və vərdişlərə biz deyirik. Ənənə, tradition deyirik. Yadınızdadır, məsəl üçün biz gündəlik həyatda istifadə edirik. Deyirik ki, bizim özümüzün adət ənənələrimiz var. Custom adətimiz, tradition ənənəmiz var. Bu keçmişdə olan vərdiş və ənənələr. Keçirik 16-cı testimizə. 16-cı testdə definitionları sözlərlə uyğunlaşdırmalıyıq. Baxırıq bir-bir. Different, fərqli, around, ətrafında, cool, sərin, əla, schoolsa məktəb deməkdir. A bəndində to or in different parts of a place. Deməli, belə deyək, bir məkanın müxtəlif hissələrində olan, yəni ətrafında. Bu olur, yəni ətrafında A bəndi. Not the same, eyni olmayan. Bax, the same-in antonimi different-dir. Bax, bu C bəndi. Impressive, təsirli, slightly cool. Bu da olur, elə cool, B bəndi. Schoolda, a place where you study. Sənin təhsil aldığın yerə də məktəb deyilir, D bəndi. 17-ci testimizə keçirik. 17-də I am a teacher at the school. Mən deyir, məktəbdə müəlliməm. Baxın, indi mədəniyyət məktəb, yerli məktəbdə, dərəcə sinif məktəbdə, yoxsa community, cəmiyyət məktəbi. Təbii ki, yerli məktəbdə, local school. Sonra baxırıq bura. They use a bike. Velosipedi deyir, istifadə edir to explore the local traditional culture. Deyir ki, belə deyək də, kimsə velosipedi yerli ənənə mədəniyyətini araşdırmaq üçün istifadə edir. Təbii ki, burada biz nə götürməliyik? Student götürməliyik. Niyə? Yəni, belə deyək də, tutaq ki, haransı bir yerli mədəniyyətlə bağlı araşdırma aparırsan, bu zaman sən velosipeddən istifadə edirsən də, velosiped üzərində araşdırma aparırsan. Və həmin şəxsi deyir, student, şagird istifadə edir. Deyir, yəni, şagird istifadə etdi velosipeddən. Nə məqsədlə istifadə elədi? Yerli ənənə mədəniyyətini, ənənəvi mədəniyyəti explore, tədqiqat eləmək üçün, araşdırmaq üçün istifadə elədi. Oldu C bəndi. Keçirik 19-cu testdə. Are inexpensive to rent or buy. Deyir, almaq və ya rent icarəyə götürməkdir. Adətən görərsiniz bunu. Rent-a, yəni maşın icarəsi. Və ya rent, məsəl üçün, room, otaq icarəsi. Belə deyə bilərik. Yəni, deyir, inexpensive odur ki, ucuz, nəyəsə ucuz alınması və kirayələnməsi deyir. Yəni, deyir, bunları götürmək, belə deyək, icarələmək və almaq inexpensive, baha deyil, ucuzdur. Mədəniyyəti sən kiralaya bilməzsən, şalvarı da kirayələyə bilməzsən, itləri də. Bikes, velosipedlər. Velosipedlər kirayələmək və yaxud da almaq üçün baha deyil, yəni ucuzdur. Sonra 20-ci testimizə baxırıq. She prepared a dinner for our anniversary. Anniversary il dönümü deməkdir. Deməli, o bizim deməli, xüsusi nahar, bizim il dönümümüz üçün, anniversary il dönümümüz üçün xüsusi bir nahar hazırladı. Special dinner, xüsusi nahar hazırladı. Keçirəm 21-ci testdə. 21-də they barked loudly in the yard. Həyətdə ucadan bark sözü nədir? Burada idi şəkilçidir. Bark hürmək deməkdir. İtin hürməyi, B-A-R-K. Deyir, it həyətdə ucadan hürdü. Cavab C bəndidir. She joined an online for book lovers. O deyir, kitab sevərlər üçün onlayn nəyə qoşula bilər? Onlayn ölkəyə, onlayn mədəniyyətə, yoxsa onlayn cəmiyyətə? Onlayn
community, cəmiyyətə, birliyə qoşuldu. Join burada qoşulmaq deməkdir. Sonra baxırıq 23-də yoğunlaşdırmalıyıq sözləri definitionları ilə. Match the words. Tradition, adət-ənənə, ənənə, global, teacher, müəllimə, friend də dost deməkdir. Gəlin baxaq. Eyni spend, someone you spend time with. Sənin bir yerdə vaxt keçirdiyin şəxs. Bu olur mənim friendim, dostum. Bu oldu C bəndi. Sonra related to the whole world. Bütün dünya ilə related to, əlaqəsi olan, yəni qlobaldır. Bütün dünyanın əlaqəsi var. 2 oldu A bəndi. Qədim adət və ənənələr. Buna deyirik vərdişlər. Adət və vərdişlərə deyirik tradition, ənənə. Teacher, müəllimədə kim ki məktəbdə işləyir. Bu da olur B bəndi. Keçirik 24-cü testə. Hockey and gymnastics are kinds of it. Deyir ki, hockey ilə gimnastika onun növüdür. Nəyin növü ola bilər? Təbii ki, idmanın növüdür. Match the words with their opposites. Sözləri deyir, oppositlərinlə uyğunlaşdırın. Opposite bilirsiniz nədir? Əks məna. Yadda saxlayırsınız. Baxaq, the same eyni, different fərqli. 1 oldu B bəndi. Absent qəmgin, happy xoşbəxt. 2 oldu C bəndi. Special xüsusi, unique nadir. 3 də oldu A bəndi. Unique nadir deməkdir və həmişə o da Z ilə işlənir. Z unique. Z same də həmişə Z ilə işlənir. Keçirik 26-cı testə. Deyir ki, happy sözünün choose the synonym of happy. Happy-nin sinonimini seç. Sinonim nədir? Yaxın mənalı söz. Gəlin baxaq. Bunu əzbər bilirsiniz. Joyful. Çünki unique nadir, ordinary adi sıradan, impressive də təsirli deməkdir. Baxırıq 27-ci suala. Deyir ki, it is slightly cold. O deyir, yəni az soyuq olan havadır da. Biri var ki, cold soyuqdur. Məsəl üçün freezing dondurucu havadır. Eləmi uşaqlar? Amma cool yüngül sərin havadır. Demişsiniz, bax hal-hazırda havamız bizim sərin keçir. Nə istidir, nə soyuqdur, cooldur. Amma çox soyuqdursa, qışda qar yağır, boran olur. Bu colddur. Amma həm biraz isti olur, biraz sərin olur. Buna cool deyirik. Amma yayda da lap isti olursa, onda hot deyirik. Sonra baxırıq 28-ci testə. It's a type of art. İncəsənətin bir növüdür. Nə? Musiqi incəsənətin bir növüdür. Sonra baxırıq teachers are there. Müəllimlər oradadılar. Harda olur müəllimlər? School, məktəbdə. The new students are their uniforms. Yeni şagirdlər öz uniformalarını show göstərirlər. Teach öyrədirlər. Buy alırlar, yoxsa wearing geyinirlər. Baxırıq Miss Besties is belə. Yəni xanım bəstinin nömrəsi budur. İndi baxın, nömrə deyəndə phone number istifadə olunur A bəndi. Deyir ki, 32 are a type of clothing. Clothing nədir? Paltarın bir növüdür. İndi baxın. School uniformda bu da hamısı paltardır. Deməli, burada nəyə müraciət eləməlisiniz? Xəbərə. Xəbərimiz arcəmdədir elə. Skirt təkdir. School uniform tək. Dress də tək. Cavab B bəndidir. Dress niyə tək oldu? Çünki sonu s-sı ilə bitibdir də. Demişəm, sonu s-sı və i-cısı ilə bitən bütün isimlər təkdə olur. 33-də dress sözünün sinonimini soruşur. Biz demişdik, dress nədir? Həm də bir don demək, bir də geyinmək deməkdir. Burada da wear geyinmək. Our bedroom has a soft. Bizim yataq otağımızın yumşaq nəyi ola bilər? Yumşaq telefonu olmaz. Yumşaq pet, ev heyvanı olmaz. Place olmaz. Yumşaq bed, çarpayısı var. English a global language in the modern world. Müasir dünyada ingilis dili global dildir. Language dil. Digərlərini bilirsiniz deyə daha demirəm. 36-ya baxırıq. 36-da there are a lot of countries in the world. Dünyada çoxlu ölkələr var. 37-yə baxırıq. All students are required to wear a to school. Deyir, bütün şagirdlərdən required to nədir uşaqlar? Tələb edilmək deməkdir. Uşaqlardan required to tələb edildi. Nə tələb edildi? Wear geyinməyi məktəbə. Məktəbdə nə geyinmək bizdən tələb olunur? School uniform, məktəbli geyimi. 38. Family customs and are important to us. Deyir, ailəmizin adət və nələri? Ənənələri bizim üçün vacibdir. Adət və ənənə, custom ilə tradition ilə bilin bacı qardaşdır. Həmişə onlar qoşa işlənirlər. Sonra all people are proud of her. Bütün insanlar onunla
fəxr edirlər. O proud of their, burada səhv oldum, bağışlayın. Bütün insanlar onun nəyindən? Telefonundan, ailəsindən, qiymətlərindən, yoxsa mahnısından? Təbii ki, qiymətlərindən fəxr edir bütün adamlar. Sonra, what is your subject? Sənin fənnin, ənənəvi fənnin, xüsusi fənnin, təsirli fənnin, yoxsa favorite, sevimli fənnin nədir? Təbii ki, what is your favorite subject? Sənin sevimli fənnin nədir? 41. People around the world are all. Dünya ətrafındakı bütün adamların hamısı təsirlidirlər, əladılar, eynidirlər, yoxsa different, fərqlidirlər. Təbii ki, fərqlidirlər, daha məntiqli çıxır. Our teacher us new skills. Bizim müəlliməmiz bizə yeni bacarıqları nə qarır? Öyrədir, teaches. Çünki teacher sözü teachdən yaranıbdır. Öyrədir müəllimə bizə. Amma study niyə götürmədim? Çünki study öyrənməkdir. Sən özün öyrənirsən. Baxırıq 43-cü testdə. When she goes to school, she school uniform. O deyir, məktəbə gələndə məktəbli formasını nağarmışdı. Geyinmişdi. Wear. Geyinir. İndiki zamanda dəslində. Numbers to school, to call someone. Deyir, kiməsə zəng eləyəndə elədiyin rəqəmlərə nə deyirik? Telefon nömrəsi. Phone number. Burada açıq testimiz var. Gəlin buna baxaq. Bilingual iki dilli deməkdir. Join qoşulmaq, make friends, dost qazanmaq, event da hadisə tədbir. Bu sözlər deyəsən Cəvahir müəllimənin kitabında var idi, Reading nəşriyyatının, ona görə əlavə eləmişəm. Yoxsa bilmirəm Nərgiz müəllimədə idimi. Deməli, baxırıq bura. Anything that happens, especially something important or unusual. Deyir ki, nəsə bir şey baş verir, xüsusilə də vacib və qeyri-adi bir şey. Buna nə deyirik? Bu ola bilər event, tədbir. Sonra, to start, to have someone as a friend. Bir şəxsi dost kimi, elə bil, sahib olmağa başlamaq. Yəni, bir şəxsi dost kimi, belə deyək, dostlaşmaq. Olsun, bu da 3. 3 də oldu, B-bəndi. Sonra baxıram, able to use two language equally well. 2 dənə dili bərabər səviyyədə istifadə eləmək. Bu bilingualdir, yəni 2 dilli adama deyirlər. Bu da oldu 1, yəni 2 dildən eyni zamanda danışan adama deyirlər. Həmin üçün həm ingilis, həm rus danışır. To connect or fasten things together. 2 şeyi connect, əlaqələndirmək və fasten, bərkitmək. Buna da join, qoşulmaq deyilir. Burada da 2-dir. Onda 1 olur. 1-də C-dir, 2-də D-dir, 3-də B-dir. Sonra 4'də də, 4'də nə oldu? A-dır. C-D-B-A, C-D-B-A. C-D, variant yoxdur axı. C-D-B-A. Cavab C-bəndidir. 46-ya baxıram. Important in close meaning. Close meaning o deməkdir ki, yaxın mənalısını seçirsiniz. Important vacib deməkdir. Burada event hadisə tədbirdir. Presentation təqdimatdır. Conversation söhbətdir. Measure'dır. Əsas vacib deməkdir. Elə bu important'in sinonimlərindən biridir. 47-yə baxırıq. Sözləri birləşdirməliyik. Cell, phone, telefon, cib telefonu. Ride a bike, velosiped sürmək, 2A. Last, name olar, 3Y. Sonra school, uniform, B. Phone number, bu da D. Bu özünüz birləşdirərsiniz. 48-də bir variantı biz məntiqi cəhətdən atmalıyıq. Culture mədəniyyətdir, conversation söhbətdir, tradition adətdir, custom vərdişdir. Culture, tradition, custom. Bunlar ayrılmaz üçlükdürlər. Ona görə conversation söhbəti çıxırıq. Sonra, çünki hamısı adət, ənənədən və vərdişdən gedir söhbətdə. Dövlətin o milli mənəvi dəyərlərinə aid olan ifadələrdir. Sonra bir variantı yenə atırıq. Impressive, təsirli, important, vacib, great, əla, community, cəmiyyət, cool da, sərin, əla deməkdir. Deməli, burada nəyə fikir verirsiniz? Adətən bu variantlar atarkən biz ya sinonimdilər, ya antonimdilər, ya mənada fərqlənirlər və yaxud da biri ola bilsin ki, müəyyən qrup sözlərdilər, biri fərqlidir, müəyyən qrupa aiddir və yaxud da, bax, buradakı kimi. Bunların, baxın, hamısı sifətdir, bir dənə community isimdir. Ona görə atırıq. 50-ci testə baxıram. It is the earth we live on. O bizim yaşadığımız yer kürəsidir. Bizim yaşadığımız earth yer kürəsinə də biz nə deyirik? World, dünya deyirik. 50 də oldu, A bəndi. Burada 50-ci sual təkrar sualdır. Əslində mən yeni PDF-də düzəliş eləmişəm. Bu qədər uşaqlar olurlar.